Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm yaxşısınız. Biraz qısa video çəkəcəm, yerim azdır. Neçə gündür izləyirəm, həkimlərin bir çoxları xəstələrə yalnız antidepressant tövsiyə eləyir. Mənim əzizlərim, antidepressant adamı sağaltmır. Tamam mı? O fikirləri, o düşüncələri, negativləri dərman necə sağalda bilər? Özünüz fikirləşin. Və yaxud mənə müraciət edirsiniz, deyirsiniz ki, beynimdə o qədər negativ fikirlər var, elə dərman varmı? Mən bunları yaddan çıxardım. Yəni özünüz düşünün, belə bir şey ola bilərmi? Yəni psixoterapiya olmadan, meditasyon seanslar olmadan nevroz sağala bilməz. Nevrozun da sağalması 80%'dir. Mən həmişə demişəm, 20% qalır. Hava dəyişiləndə və yaxud hansısa bir negativ halla rastlaşanda, hansısa bir olayla rastlaşanda mütləqdir ki, depressiv hala düşəcəksiniz. O da yüngül olacaq siz üçün. Çünki siz yolunu bilirsiniz, beyni öyrətmişsiniz psixoterapiya ilə düzgün interpretasiya eləməyi, düzgün qaydasına qoymağı, düşüncələri po polçkam. Ona görə sizə o ağır gəlməyə bilər. Atak dərmanlar quluşit eləyəcək, dopamini blokadaya salır, hormonal disbalansı yaradır. Yəni biraz yanlış şeydir. Cinsi zəifliyi yarada bilər. Bütün antidepressantlar elədir. Və antidepressantdan düşməyiniz də biraz çətindir. Yəni onu tərk etmək də biraz çətindir. Ona görə psixoterapiyanı götürməlisiniz. O həkimlər, nevropatologlar bu dəqiqə uzun çəkiblər nevrozların üstünə və iddia edirlər ki, dərmanlarla nevroz sağalır. Bu yanlış məsələdir. Belə şey yoxdur. Biz antidepressantları ancaq köməkçi kimi, dəstək kimi tövsiyə eləyə bilərik. Amma yeganə müalicə metodunun ancaq psixoterapiyadır. Pristavt eləyin də, məsələn, nevroz deyilsiniz, həyatınızda nəsə elə bir şeylə rastlaşmışsınız ki, istəyirsiniz kimlənsə bölüşəsiz. Anlatabildim mi? Yəni, depressiv halda siz təbii ki, heç bir şey düzgün düşünmürsünüz. Hamısı yanlış olur. Ona görə müraciət edirsiniz, sizə texnikaları deyirlər, sizə yol göstərirlər və ağla batan bir məsləhətlər görürlər ki, siz düzgün düşünməyə başlayırsınız. Anlatabildim mi? Yəni tək başına bu mümkünsüz bir şeydir. Kimlər ki deyir, mən neçə illərdir belə idim filandır, mən sonra çıxdım zat, özüm çıxdım. Yəni onlar inanın elə xəstələr var ki, ümumiyyətlə beyin özünü bərpa eləməyə qadirdir. Və elə xəstələr müvəqqəti depressiya yaşayırlar və beyin onun özü həllini tapır. Güclə də olsa neyronları başlayır işlətməyə. Bunlar elə bilir ki, hansı metoddan istifadə elədilər, sağaldılar. O yanlışdır. Onsuz da heç bir metoddan istifadə eləməsəydilər də çıxacaqdılar bu problemdən. Ne oldu yemədəmə. Tak что psixoterapiya önəmlidir və bizdə aşağıdır qiymət.
bir ay limitsiz istifadə edə bilərsiniz. Bütün negativlərinizlə işləyirik. Bütün hər gün olan sizi narahat edən düşüncələrlə detallı işləyirik və hamısının həllini tapırıq. Tamam mı? Tak что qorxmayın, sizin yanınızdayım. Bəyənin, like eləyin, paylaşın. Qoy görənlər çox olsun əzizlərim. Tamam mı? Sağ olun, salamat qalın.